Və mən yəttəqillah yəcəlləhu məxrəcə və yərzuqhu min xeytu la yəxtasib və mən yətəvəkkəl aləllah fəhuvə hasbuh innəllaha bəliğə əmrih qəd cəalallahu likulli şeyin qədra. Bu ayələri o arif deyir ki, həyatda nə əldə elədim, bu zikrin hesabını əldə elədim. Bu zikr nədir? Nəsə istəmir. Deyir, və mən yəttəqillah yəcəlləhu məxrəcə. Kim təqvalı olsa, Allahdan çəkinsə, Allah ona çıxış yolu göstərər. Sadəcə danışır. Və yərzuqhu min xeysu la yəxtasib. Bir var deyəm, ilahi mənə ruzu ver, bir var deyəm, ilahi sən ruzu verənsən. Deyir, ruzu verin ona. Mənim adımı yad elədi. Deməli, məndən intizarı var. Ona görə ariflərin duası vəzifdir daha çox. Ədəbli duasına baxın Həzrəti Əyyubun. Ölürəm bu dua üçün Həzrəti Əyyubun duasıdır. İnni məssəniyə zur və əntə ərhamur rahimin.